yoxdur. Əziz Orxan, səhhətinlə bağlı biraz bizi qorxutdun, biraz bizi incitdin, amma insan özünə daim baxmalıdır. Və onun üçün də bilirəm ki, yaradıcı insanları müalicə edən ən gözəl metodlardan biri nədir? Yazmaq, yaratmaq, danışmaq, oxumaq. Bu ərəfələrdə təzə nəsə var o yazıların içində? Hə, yeni işlər görürük, yeni işlərə hazırlaşırıq daha doğrusu. Hətta konsertə hazırlaşırıq. Hə, gəlirdim ora. İlk öncə çox xahiş edirəm sizdən, mənə icazə verin. Mən o öz doktorum Fəxriyə Namazovaya buradan minnətdarlığımı bildirəm, təşəkkürümü bildirəm. Çox böyük bir əziyyət çəkdik biz bu işin üstündə. Bəli, bəli. Uğurlu da alındı Allaha şükür. Allah onu var eləsin, Hüseyin dostum var olsun, o istiqamət verdi ki, ora getmək lazımdır. Yeni işlərimiz var. Deməli, mayın Allah qoysa 23-də bizim doğma Gəncə şəhərimizdə Gəncə Dram Teatrında bir solo konsertim var. Sonra mayın 31-də Bakıda sevənlərimizdən Yaşıl Teatrda görüşümüz var. İnşallah, hə, böyük məsuliyyətlə hazırlaşırıq ki, gözəl bir konsert alınsın, gözəl bir tədbir alınsın. İnşallah da elə alınacaq Allahın köməkliyi ilə. Hə, orada bir yox, bir neçə təzə yazdığımız nəğmələr, sözlər, şeirlər işığınızı görəcək. Möhtəşəm bir şey olacaq. Təbii ki, sizin dəvətnameniz hazırdır indidən. Ay, təşəkkür edirəm. Amma o təzələrdən nə olar ki, bir balaca belə qulağımızın pasını silsəniz? Bilək də nə üçün gəlirik konsertə? Bayaq dediyim şeir var idi ha, verilişə gələndə. O hesabda deməmişdim mən. Küllərindən yeni işlərdən biri də o idi. And olsun Allaha. Və salam, onu mən bugün paylaşıram. Hə, sonra. Paylaşın, hə. Sonra yeni... Bax, sırf doğrudan da sağlamlığınla bağlı o yaşadığın xoşa gəlməz anlardan çıxış edərək yazdığın, qələmə aldığın, ya ürəyində belə bədahətən cızmaqara etdiyin. Var, ürəyimdə var, amma tam hələ yazıb bitirməmişəm, amma var. O qaydışla bağlı bir şey var. Çünki çox sarsıtdı məni bu boğazımın belə olmağı, sonra əməliyyat olmağım, sonra bir yalan məlumat yaydılar, xəbər yaydılar. Sağ ol ki, dostum olaraq sən orada elə, sən və bir neçə dostlarımız o dəqiqə təpki göstərdilər ki, şair ölməyib, yaşayır, sağdır. Hə, onsuz da zaten bir gün Hasan Samız ölüb geziyor, o boş şeydir. Amma olmaz insanları elə incitmək. Bizim də doğmalarımız var. Hərdən elə fikirləşirlər ki, biz elə təkik. Mən bugün də Allaha nəyə görə şükür edirəm ki, o xəbər yayılanda nə yaxşı ki, mən elə xəstəliyimlə bağlı olaraq evdə idim. Doğmalarımın yanındaydım. Yəni incitmə. Təsəvvür eləyin ki, o xəbər yayılanda mən evdə olmasaydım, bəlkə də mən evə çatana qədər evdəkilər məndən qabaq ölərdi. Vallahi. İraq olsun, yəni, olsun. Olmaz belə şeylər yaymaq. O kimdirsə, bax buradan da səslənirəm, eləməyin belə şeylər. PR üçün, nə bilim, baxış üçün. Və mütəmadi olaraq da yazılır. Bir çox sənət insanları haqqında da yazılır. Olmaz, yəni, niyə görə belə bir xəbəri siz ümumiyyətlə necə qələmə ala bilirsiniz? Necə ürəyinizdən gəlir? Necə onu yaza bilirsiniz o kompüterdə, o xəbəri? Yəni, necə işıqlandırmaq olar elə bir xəbər? Əksinə biz şairə sağlıq arzu edirik. Çünki hələ görəcəyimiz işlərin sayı, bəli, çoxdur. Və o anda əslində Orxanın ağlında uşaqlıqdakı balaca Orxan heç gəldi, keçdimi? İnanın Allaha ki, nələr gəlib keçməli gözümün önündən. Bax, çünki bəyək qayıdış dedin. O qayıdış elə o məqamların qayıdışıdır. Bir məqam oldu ki, düzdür, məsələn, ətrafda doğmalar hamı deyir ki, əşi, əsas canın sağ olsun, salamat olsun. Amma mən yəni o tip insanlardanam ki, mən öz sənətimi sevirəm, mən öz sənətimdən nəfəs alıram. Yəni, o adicə bir 3 bənd yazdığım şeir var, o mənim üçün o qədər dəyərlidir ki, elə bilirəm ki, o bir körpədir, o da bir övladımdır mənim, o yazdıqlarım, o ərsəyə gətirdilər. Mən heç vaxt özümü tərifləməmişəm, özüm boyda yazıram, özüm boyda tapıram, nəsə düzəldirəm. O da insanların qəlbinə yol tapırsa, nə xoş mənim halıma. Bir anlıq məndə o yarandı ki, nə tez oldu bu hekayə, bitdi də da, yəni mən, yəni o hissləri sizə izah eləyə bilmərəm. O heç ətrafıma da yansıtmırdım ha ki, evdə də, amma o, məsələn, həyat yoldaşım çox əziyyət çəkdi, həmişəki kimi, o mənim əziyyətimi çox çəkir, düzdür, valideynlərim, qardaşım, bazı, hamı onda yanımda oldu, həmən məqamda, dostlar, hamısı maraqlandılar mütəmadi olaraq. Amma ən çox əziyyəti evin içindəki çəkirdə həmişə. Bəli, elə o da görür. O adam məni o qədər dərindən tanıyır ki, o baxışlarımdan bilir, nəfəs almamdan bilir ki,
mən nəyin mənsubunu keçirdirəm. Hər dəfə də onda gəlib deyirdi ki, narahat olmayın, düzələcək səsin. Yox. Yəni o hiss eləyirdi ki, mən onun gərginliyini keçirdirəm. Allaha şükür, doktorum sağ olsun, göydə Allah yerdə bizim dəyərli doktorlarımız hamısı var olsun. Azərbaycanımızın həkimləri var olsun. Hə. Ay. Qayıtdıq. O qayıdışla bağlı buradan bütün sevənlərimə söz verirəm. Hər iki konsertimdə o qayıdışla bağlı möhtəşəm bir əsər səslənəcək. Mütləq. İnşallah. Mütləq səslənəcək. İnşallah. Yaradıcı. Artıq qarşıma da məqsəd qoymuşam Zümrüt xanım. Artıq yaşın da o hissəsidir, ömründə o hissəsidir ki, bundan sonra ancaq bax elə möhtəşəm geniş şəkildə işlər görüb bu tarixə yaxşı işlər qoymaq lazımdır mütləq.